Həzrəti Əbu Talib əleyhissalam Həzrəti Peyğəmbərin himayədarı olduğu üçün onun həyatı bir neçə cəhətdən təhrif edilmişdir. Həm müşriklər tərəfindən və sonra da Həzrəti Əmir əl-Mömin əleyhissalamın düşmənləri tərəfindən həyatı təhrifə məruz qalmışdır. Həzrəti Əbu Talib Həzrəti Peyğəmbərə 8 yaşında himayədarlığa başlamışdır. Əbdülmuttalib, yəni Həzrəti Peyğəmbərin babası, Həzrəti Əbu Talibin atası dünyasını dəyişəndən sonra Peyğəmbərə himayədarlıq öhdəçiliyi Əbu Talibin öhdəsinə qalır. Kimdir Həzrəti Əbu Talib? Qeyd edirlər ki, Həzrəti Əbdülmuttalib özü də ilahi Peyğəmbərlərin, daha doğru desək, daha dəqiq desək, Həzrəti İbrahimdən qalan Hənif dininin, yəni təkallahlıq dininin daşıyıcılarından və bəlkə də vəsilərindən biri olmuşdur. Bu, Əbrəhə ilə söhbətində özünü göstərir ki, Əbdülmuttalib elə imana sahib idi ki, insanlara dedi, dağlara çəkilin, Allah öz evini qoruyacaq və elə də oldu. Və Əbdülmuttalibin öhdəsində olan bu vəsilik xüsusiyyəti Əbu Talibə təhvil verildi. Həzrəti Əmir əl-Möminin əleyhissalamdan gələn hədisdə Həzrətə sual verirlər ki, bizim Peyğəmbərdən qabaq vəsilərin sonuncusu kim idi? Həzrəti Əmir əl-Mömin buyurur, atam Əbu Talib. Bəli, görün insanı hardan hara apara bilirlər yanlış təbliğatın nəticəsində. Peyğəmbərdən qabaq Allah şəriətinin, Allah dininin vəsisi olmuş bir şəxsiyyət gəlib Peyğəmbər İslamı gətirəndən sonra imanını məqsədli şəkildə gizlətmişdir. Həzrəti Əmir əl-Möminindən bir hədis var ki, Həzrət buyurur ki, Qureyş Bəni Haşimi özlərindən uzaqlaşdırmasın deyə atam Əbu Talib öz imanını məqsədli şəkildə gizlətmişdir və zahirən müşriklərlə bir yerdə olmuşdur. Amma həqiqətdə heç vaxt Həzrəti Əbu Talibin bütə sitayiş edilməsi sabit olmamışdır.